Salam, hər vaxtınız xeyir olsun, zehniniz açıq olsun. Spirtlər bölməsi, doymuş bir atomlu spirtlər, toplu 2025-dən izafə edirəm. Birinci sual. İkili spirtin formunu göstərin. Bir atomlu ikili spirt. Bir atomlu sözü nə deməkdir? Yəni bizim spirtimizin tərkibində bir dənə OH qrupu var. İkili spirt nə deməkdir? OH-ın birləşdiyi karbon ikili karbondur. Bir variantlara baxaq. A variantında OH-ın birləşdiyi karbon ortadakı karbondur və onun sağında solunda görürsünüz 2 dənə karbon var. Yəni ikili karbondur. İkili karbondursa deməli spirtimiz də ikili spirt. Elə cavabımız A variantıdır. Digər variantları niyə götürmürük? Bir ona diqqət edək. OH-ın birləşdiyi karbon, gör bu karbondur və bu karbon bir karbona birləşib, yəni birli spirtdir. Götürmürük. Burada OH-ın birləşdiyi karbon 3 karbona birləşib, yəni üçlü spirti götürmürük. D-də biz 2 dənə OH qrupu görürük. 2 OH qrupu gördüksə 2 atomlu spirt deməkdir. 2 atomlu spirtlərində gördüyümüz kimi bizim sualda 1 atomlu spirt istəyir, ona görə götürmürük. Y-də onun kimi 2 dənə OH-ımız varsa, deməli ikili spirtdir, ona görə götürmürük. İkinci suala keçirik. Propanol 2 necə adlandırdıq? Nömrələdik karbonlarımızı. İkinci karbon OH birləşib. Əvvəlcə uyğun alkana uyğun 3 karbon alkan propandır. O şəkildə əlavə elədik propanol. OH-ın birləşdiyi karbon 2 nömrəli karbon deyə nömrəsini deyirik propanol 2 bu cür adlandırırıq. Bu maddəmizdən 140 dərəcədən yüksək temperaturda hansı maddə alınardı? 140 dərəcədən yüksək temperaturda spirtlərdən alkenlər alınır. 140-dan aşağıda isə sadefir alınır. Biz deməli buradan alken almalıyıq. Alken necə alınacaq? Qatı sulfat turşusu suducu maddədir. Reaksiya nəticəsində deməli burada su çıxardırıq. Suyun da tərkibi HOH kimi düşünək. OH var, bir dənə də hidrogen azaldırıq. Amma OH-ın birləşdiyi karbonu yox. Onun yanındakı qonşu karbonla hidrogen azaldırıq. Biz də buradan fərq yoxdur hansından azaldırıq. Çıxardırıq bir hidrogen, qalır bizim maddəmizdə CH2, CH, bir də CH3. Və hansı karbonlardan ki biz atomları azaltmışıq, biz birinci və ikinci karbonu nömrələsək, birinci və ikinci karbondan hidrogen və OH azaltmışıq. Həmin karbonlar arasında 2 qat rabitə əlavə edirik. Yəni, pi rabitəsi əlavə edirik. Yadımızda saxlayırıq. Pi rabitə hidrogen və OH-ın çıxartdığımız karbonlar arasında yerləşdiririk. 1-2 qat rabitəli birləşmələri isə alkenlər deyilir. Deməli, biz buradan alken aldıq. 3 karbon olan alken propen adlanır. Cavabımız ona görə A variantı propen olacaq. Növbəti suala keçək. 3-cü sual. Hansı halogenli birləşmə ilə qələvinin suda məhlulu arasında gedən reaksiyadan bir atomlu ikili spirt alınır? Qələvlərin suda məhlulu reaksiya çox asandır. Biz halogen bizdə flor, xlor, brom, yoddur bunlar. Halogen bizdə xlor götürülüb. Xlorun əvəzinə OH yazacaq həmin spirtdə. Tətbiq eləyək. Deməli, xloru silirəm, əvəzinə OH yazıram. Bizdə aldıq spirtimizi və şərtə diqqət edək. Bir atomlu olsun, yəni OH bir dənə olsun. Bizdə bir xlor var deyə bir dənə OH-ımız olacaq. İkili spirt deyirsə, OH-ın birləşdiyi karbon ikili karbon olmalıdır. Biz bu karbona diqqət eləsək, bir karbona birləşib, onda birli spirtdir. Yəni cavabımız A deyil. Eynən B-yə baxırıq. Xloru OH ilə əvəz eləyirəm. Bir də qeyd edirəm, qələvinin suda məhlulu ilə alkanan halogenli türəmələr reaksiya girəndə halogenləri OH ilə əvəz eləyin. Burada OH-ın birləşdiyi karbon bu karbondur. Bu karbonu gördüyümüz kimi birli karbondur. Ona görə götürmürük. Keçirik bura. Yenə xloru OH ilə əvəz eləyirəm. Karbonun birləşdiyi karbon sayı bir dənədir. Deməli, yalnız bu karbona birləşib. Deməli, bu da birli spirtdir. Götürmürük. Bura baxırıq. Xloru OH ilə əvəz elədim. Bu karbona birləşib bizim OH-ımız. Gördüyümüz həmin karbon 2 dənə karbona birləşib. Yəni, ikili spirt əldə elədik. Bir atom dediyinə görə OH-ın sayı da bir dənədir. Cavabımız da D variantı da ödədi şərtimizi. 4-cü suala keçək. Hansı sxem üzrə gedən reaksiyada su əmələ gəlmir? A variantında olan reaksiyanı biz yadımızda saxlamalıyıq. Lebedyev reaksiyası deyirik. Alkaden divinilin alınma reaksiyasıdır. Bu zaman 2 mol spirt götürülür və bu 2 mol spirtdən divinil alınırdı və ya butaden 1,3 deyirik. 4 dənə karbon bir-birinə birləşdirir, 2 qatları yerləşdirir. Sonra hidrogen tamamlamaq rahatdır.
dehidratlaşma, yəni suyun ayrılması, bir də dehidrogenləşmə, hidrogen ayrılması baş verir reaksiya nəticəsində. Yəni gördüyümüz kimi A variantında su əmələ gəlir. Ona görə cavabımız A deyil. B-yə keçirik. B-də də spirt və turş arasında gedən reaksiyada həmişə yadınızda saxlayan su çıxır. Deməli, qaydası belə idi ki, spirtdən hidrogen ayrılır, turşudan OH ayrılır, yəni su ayrılır və nəticədə mürəkkəb efir alınırdı. Deməli, B variantı da deyil, C-yə keçirik. C-də gördüyünüz kimi sulfat turşusu görürük. Sulfat turşusu nə deməkdir? Oradan su ayrılacaq. Burada da CO və H2 alınır. D variantı, bir də Y variantı. Cavabımız Y variantı götürəcək. Spirtlərin metallarla, aktiv metalların reaksiyası nəticəsində spirtin tərkibindəki hidrogen natriumla əvəz olunur. Nəticədə hidrogen qazı ayrılır. C2H5OH, bir də H2. Cavabımız oldu Y variantı. Bilirsiniz ki, üzüm maddələrin yanması nəticəsində karbon qazı su alınır. Ona görə D variantı da rahat idi. Onu da rahatlıqla tapa bilərsiniz özünüzdən. İndi keçirik 5-ci suala. Doymuş bir atomlu spirtlərin ümumi formunu müəyyənləşdirin. Yadınızda necə saxlayın? Alkanların formulu adətən yadda qalır. CnH plus 2-dir. Buradan bir hidrogeni azaldırıq. 1 və OH birləşdiririk. Bu formula uyğun cavabı götürürük. Gördüyümüz kimi cavab B variantıdır. Növbəti sual 6-cı sual. 6-cı sualda bizə nə verilib? 11,2 litr etilenin etil spirtinə çevrilmək üçün neçə qram su lazımdır? Yadda saxlayırsınız. Alkenlər bir pirabitəsi var deyə 1 mol maddə birləşdirir. Eləcə də təbii ki, etilen də onun kimi deməli 1 mol su birləşdirəcək. Yazaq maddəmizi. İstəyirsiniz açıq şəkildə yazaq. Bu şəkildə suyu da üzvü kimi də həmişə HOH yazırıq ki, tamamlamaq rahat olsun. Bir maddəmiz suyu birləşdirir. Bu zaman 2 qat rabitədən biri pirabitə hesab olunur. Zəif rabitədə asanlıqla qırılır. Həmin pirabitəsi qırılır. Pirabitəsi hansı karbonlar arasındadırsa, onlara biz maddəmizi birləşdiririk. Birinə hidrogen, birinə isə OH. Yəni hidrogenimizin sayı 3, burada isə OH əlavə elədik. Gördüyümüz kimi spirt alındı. İndi 11,2 litr deyirsə, bunu mola çevirib işləyə bilərik. 11,2 litr böləndə 22,4-də 0,5 mol deməkdir. Yəni 0,5 biz məsələni etilenlə su arasında qururuq. 0,5 mol etilen reaksiya girəndə neçə qram su reaksiya girir bilmirik. Tənliyə diqqət yetiririk. Tənlikdə 1-in 1-ədir. Yəni 1 mol etilen reaksiya girəndə su da 1 mol reaksiya girir. 1 mol istənilən maddənin kütləsi də uyğun mR-nə bərabərdir. Yəni 1 mola da yazırıq 18. İkisi də oradan bərabər olacaq 9-a. Cavabımız B variantı oldu. Növbəti sual 7-ci suala keçək. Hansı ümumi formuna malik maddələr misk hidroksidlə reaksiya daxil olunur? Bir atomlu spirtlərin qaydasıdır. Xüsusi reaksiya kimi yadımızda saxlayırıq ki, bir atomlu spirtlər əsaslara reaksiya daxil olunur. Ona görə cavabımız da C variantı olacaq. 8-ci suala baxaq. Hansı reaksiya dietil efirin alınması ilə nəticələnər? Dietil efiri deyirsə, bu sadə efirdir. Sadə efirdə spirt və spirt reaksiyası nəticəsində suyun ayrılması ilə əmələ gəlir. Bu isə spirtlərin 140 dərəcədən aşağı temperaturda molekullar arası dehidratlaşması nəticəsində alınır. Bizdə dietil dediyinə görə bizim radikalımız etil radikaldır. Yəni etil spirtindən alınan bir sadə efir olacaq. Gördüyümüz kimi hansı variantda bunu görürük? D variantı 140 dərəcədən aşağı temperaturda etil spirtindən alacaq dietil efirini. Dietil efiri necə yazırıq? Di sözündən bilməliyik ki, 2 dənə eyni radikaldır. Ortaya oksigen yazırsınız. Dietil dediyinə görə sağına soluna etil radikalı əlavə edirik. Beləliklə bu reaksiya nəticəsində alınacaq dietil efiri. Bir də su mütləq suyumuz var. Molekullar arası dehidratlaşma reaksiyası. 9-cu sual. Hansı reaksiyada etanol alınmır? Aldehidlərin hidrogenləşməsindən spirtlər alınır. Buradakı pirabitə qırılır.
pir abdən qırılması nəticəsində həmin qırış CH2 toxunmuram digər karbonda hərəsinə, yəni pir abdə ilə birləşmiş karbon və oksigenin hər birinə bir hidrogen birləşdiririk. Karbonda bir hidrogen var, birini birləşdiririk, bir də OH. Yəni buradan spirt aldıq. İkinci, alkenlərin də hidrogen katyonu iştirakında su ilə reaksiya, su ilə şəkildə yazacaq. Təkrar eləyək. HOH. Karbonun birinə pir abdəsi qırılır ki, onun hesabına birləşmə reaksiyası baş verir. CH3, CH2, OH. Bu şəkildə birləşdirdik, spirt aldıq. C variantında görürük ki, dedik ki, bayaq da qələmini suda məhluluna əlavə edəndə halogen OH ilə əvəz edirik. Gördüyümüz kimi alınacaq CH3, CH2, OH, bir də kalium xlorid. Bu məhsulumuz həmişə mövcud. İndi bromdur deyə brom yazacaq biz. Kalium bromid alınır. Sonra eyni reaksiyanı görürsünüz Y variantında spirtlə yazılıb. Yadda saxlayırsınız, əgər qələmin yanına spirt sözü gördünüzsə, oradan spirt alınmır. Pir abdəli birləşmələr alınır. Bizdə alken alınacaq. Bir halogen olanda alken alınır. Yadda saxlayaq. Deməli, elə cavabımız da olacaq Y variantı. D variantı mürəkkəb efirlərin qələmi mühitində hidrolizidir ki, oradan da inşallah mürəkkəb efirlər keçəndə daha aydın reaksiyanın necə aparıldığını aydın şəkildə başa düşəcəksiniz. Hansı maddə normal şəraitdə mayedir? Ümumiyyətlə spirtlər bilirik ki, 12-yə qədər mayedir, 12-dən sonra bərkdir. Cavabımız etil spirti, təbii ki, B variantı olacaq. 11-ci suala keçək. 2-metil propenin hidratlaşmasının hansı maddə alınır? Gəlin maddəmizi açaq. Hidratlaşması nə deməkdir? Üzərinə su əlavə edirik. Nəticədə uyğun məhsul tapacaq. Birinci həmişə maddəni açanda sonuna başlayır. Propen deyirsə 3 karbonu bir-birinə birləşdiririk. Propen 2 qat rabitənin olduğunu göstərir. Eyni şəkildə, yəni 2 qat rabitə var. 2 metil dediyinə görə karbonları nömrələyirik. İkinci karbona CH3 atırıq. Sonra üzərinə su gəlirik. Suyu da HOH şəkildə yazaq ki, reaksiyanı tamamlamaq rahat olsun. Hidrogenləri tamamlayıram. Və biz indi özünüzdə düşünün, hara birləşdirəcəyik bu hidrogenlə OH-ı? Birləşmə reaksiyası, bir də xatırladım ki, 2 qat rabitəli karbonlara, yəni biz kənardakı karbonlara heç nə birləşdirmirik. Sadəcə 2 qat rabitəli karbonlar ki var, 2 qatla birləşiblər. Onların birinə hidrogen, birinə OH birləşdirəcək. Hidrogen hansına birləşdirəcək? Qayda, Markovnikov qaydası. Hidrogeni çox olana, OH isə hidrogeni az olan karbona birləşəcək. Beləliklə məhsulumuz olacaq CH3, COH yuxarıda yazıram, CH3 aşağıda və CH3. İndi gəlin bu spirti adlandıraq. Ən uzun zəncir istənilən halda belə də olsa, düz də olsa 3 dənə uzun zəncir seçdik, 3 karbonludur. Sonra nömrələyirik 1, 2, 3. Sonra birinci radikalımızı deyirik. Radikalımız 2 nömrəli karbona birləşib deyirik 2 metil. Sonra uzun zəncir oxuyuram. 3 dənə karbon var deyə spirt olanda uyğun alkan sonuna ol şəkildə əlavə edirik. Yəni propanol. Ən sondadır ki, OH-ın birləşdiyi karbon nömrəsi. Gördüyünüz 2 nömrəli karbona birləşib propanol 2. 2 metil propanol 2 cavabı Y variantında. Ona görə cavabımız da oldu Y variantı. Növbəti sualı keçək. Növbəti sualımız 12-ci sualdır. Propen deməkdir. Sadəcə tarix adı. Hidratlaşmasından hansı maddə alınır? Propen deyəndə 3 karbonu bir-birinə birləşdirdik. 2 qat rabitəmizi qoyduq. Hidrogenlərimizi tamamlayırıq. Və daha sonra isə suyu, hidratlaşma nə deməkdir? Üzərinə su əlavə eləmişik. Su əlavə edəndə burada reaksiyamız harda baş verəcək? 2 qat rabitəli karbonlara. Birinə hidrogen, birinə OH. Olacaq hidrogen, pir rabitə təbii ki, qırılmaz şərti ilə. CH3, CHOH, CH3. İndi maddəmizi adlandıraq. 3 dənə karbondur. Görürsünüz ki, 2 nömrəli karbonat OH birləşib. 3 karbon alkan propan. Ol şəkildə əlavə elədik propanol. Sonra OH-ın birləşdiyi karbon 2. Oldu cavabımız propanol 2, C variantı. Daha sonra növbəti sualı keçək. 13-cü sualda bizə nə verilib? Bizdə verilib qatı sulfat turşu iştirakında
spirtimizdən 180 dərəcədən hansı maddə alınır? Baxın, 180 dərəcə 140-ın yüksək temperatur. 140-dan yüksək temperaturdan, spirtlərdən alken alırıq. Alken alanda necə alacaq? Zaytsev qaydasını tətbiq edəcək. Su çıxardırıq. Su HOH-dır. OH buradan ayırırıq. Yəni OH-ın birləşdiyi karbondan. Bir də hidrogen lazım. Hidrogen OH-ın birləşdiyi karbon yox, onun qonşu karbondan. Yəni ya buradan çıxardırıq, ya burada. Biz də həmişə Zaytsev qaydasına görə həmişə hidrogeni az olan karbondan azaltmalıyıq. Deməli, buradan bir hidrogen azaldırıq. Və hansı karbonlardan hidrogen və OH-ı ayırmışıqsa, həmin karbonların arasına 2 qat rabitə, yəni pi rabitəsini əlavə edirik. Gördüyümüz kimi bura nə əlavə elədim? 2 qat rabitə oldu. Bunu adlandırsaq alkenə görə nömrələyirik. 4 dənə karbon olan alkenidir, butendir. Sonra 2 qat rabitənin birləşdiyi karbon nömrəsini deyirik 2. Deməli, bu maddənin adı oldu buten 2. Növbəti sualımız 14-cü sualdır. 14-cü sualda da eyni tip sualımızdır. Bizdə verilib qatı 180 dərəcə hansı maddə alınır? İndi eyni qaydanı tətbiq eləyək. Neyəcəyik? Su çıxardırıq. H, OH. OH var. OH-ın birləşdiyi karbonun qonşusundan hidrogen azalır. Hardan? Hidrogen azalandan. Neçə karbon? 2 qat rabitəni deməli hara əlavə edirik? Həmin karbonların arasına. Neçə karbonumuz var? 5 dənə. Hansı tərəfdən nömrələyəcəyik? Alkenə adam. 2 qat yaxın tərəfdən. 1, 2, 3, 4, 5. 5 dənə karbon alkanadır. Propentandır. An şəklisi n ilə əvəz edirik, penten. Sonra 2 qat rabitənin birləşdiyi karbon nömrəsi 2. Deməli, cavabımız penten 2-ni bu reaksiya nəticəsində əmələ gəlir. 15-ci sualda izah eləyək. İkili spirtin formunu göstərin. İkili spirt nə deməkdir? Xatırlayaq. OH-ın birləşdiyi karbon ikili olsun. 2 atomlu desə isə 2 dənə OH qrupu olsun deməkdir. İndi baxırıq, A variantı. OH-ın birləşdiyi karbon bu karbondur. Neçə karbona birləşib? 1 karbon. Deməli, birli spirtli götürmürük. Burada baxırıq, OH-ın birləşdiyi karbon bu karbondur. Neçə karbona birləşib? Bir dənə. Birli spirtli götürmürük. Burada OH-ın birləşdiyi karbon budur. Neçə karbona birləşib? Bir dənə. Bu da birli spirtli. Diqqət eləyə burada. OH-ın birləşdiyi karbon bu karbon. Neçə karbona birləşib? 2. 2 karbona birləşibsə, deməli, ikili spirtli cavabımız da D var. Y-də isə OH-ın birləşdiyi karbon 3 karbona birləşib, nəticədə üçlü spirt. Ona görə bunu da götürmürük. 15-ə qədər izah elədim. İnşallah davamında növbəti dərsi izah eləyərəm.